Azərbaycan qruplarından bir qrup Kərbalaya Həzrət İmam Hüseyn əleyhissalamın ziyarətinə yola düşürlər və gedirlər Kərbalaya çatırlar. Qrup rəhbəri ərz edir ki, gəldik, diyandıq Həzrət İmam Hüseyn əleyhissalamın mübarək hərəminin qarşısında. Bilirsiniz ki, o yer ki, orada diyanarlar, məlumat verərlər, Kərbaladan məlumat verərlər, Həzrət İmam Hüseyndən məlumat verərlər. Qrup rəhbəri deyir, mən Ağa İmam Hüseyn əleyhissalamdan məlumat verirdim, Ağa İmam Hüseyn əleyhissalamı təqdim edirdim ki, kimdir və içimizdən bir ana, bir qadın çıxdı aramızdan, gəldi, diyandı Ağa İmam Hüseyn əleyhissalamın hərəminin qabağında. Diyandı Ağa İmam Hüseyn hərəminin qabağında, buyurdu, Ağacan, Hüseyncan, ya İmam Hüseyn gəlmişəm ha. Bunu deyəndən sonra üzün döndərdi, getdi otelə tərəf. Deyir, biz matməəttəl qaldıq, hamımız buna nəzər edirdik, heç bir şey demədik, heç bir söz demədik. İkinci gün gəldi ki, biz yenidən gəldik, diyandıq həmin yerdə. O ana yenidən bizim yanımızdan getdi, diyandı Ağa İmam Hüseynin hərəminin qabağında, dedi, Ağa, Hüseyncan, gəlmişəm ha. Bunu dedi, yenə üzün döndərdi, getdi otelə tərəf, deyir, hamımız yenə çaşbaş qaldıq. Üçüncü gün gələndə həmin yerə yaxınlaşdım, deyir, həmin anaya, dedim, ana, bugün axırıncı günümüzdür, bu günləri Ağa İmam Hüseyni ziyarət elədin. Əgər ziyarət eləyə bilməsən, daha sabah Azərbaycana qayıdırıq. Daxil ol, ziyarət elə. Həmin ana dedi, oğul, səbirli ol. Deyir, gəldi, yaxınlaşdı Ağa İmam Hüseynin hərəminə, diyandı, dedi, Ağa, Hüseyncan, ya İmam Hüseyn, səni and verirəm bu qolları düşən qardaşın Əbəlfəzə. Dedi, Ağa Hüseyncan, səni and verirəm bu bir gecədə beli bükülən, saçı ağaran bacın Zeynəbə. Dedi, Ağa Hüseyncan, səni and verirəm o Kərbəla çölündə, qollarında 3 nizəli oxla balaca boğazı üzülən 6 aylıq balan Əliyəslərə. Dedi, Ağacan, Hüseyncan, səni and verirəm o bədəni tikə-tikə doğranan balan Əliyəkbərə. Dedi, Ağacan, Hüseyncan, səni and verirəm o Mədinədə qabırğası yanan qapının arasında qalan nənəm Fatimə-i Zəhraya bizləri qəbul elə. Mən gəlmişəm bu qapıya, məni qəbul elə. Deyir, bir də gördük, ana getdi, üzü hərəmə tərəf. Və bir də gördük, ananın ürəyi getdi. Hamımız elə bildik ki, həmin ana həyəcandan ürəyi gedib. Yaxınlaşdıq ki, ana dünyasını dəyişib. Və bilmədik, qısa eləyim bunu, ərz eləyim sizə, və bilmədik ki, nə cür bunun evinə deyək, zəng elədim bunun oğluna, Azərbaycana. İstədim ki, deyim, anan dünyasını dəyişib. Dedim, qardaş, mən sənə ki, bir söz demək istəyirəm, bilmirəm nə cür deyim. Bir oğlu qayıtdı, dedi ki, mənim anam dünyasını dəyişdi. Dedim, qardaş, sən hardan bilirsən? Dedim, mənim anam evdən çıxanda hamımızı cəm elədi başına. Dedim, mən Ağa İmam Hüseyn əleyhissalamın qonağı olmağa gedirəm. Ağa İmam Hüseyn əleyhissalam məni dəvət eləyib, mən gedirəm və qayıtmayacaq. Və biz bilirdik ki, mənim anam dünyasını dəyişəcək, İmam Hüseynə qonaq olacaq. Və həmin qadının, həmin ananın mübarək məzarı da hal-hazırda Kərbəladadır. Allaha and verirəm izzətinə, cəlalına. Allah bizləri Ağa İmam Hüseyn əleyhissalamın ziyarətindən ayrı salmasın inşallah. Qiyamətdə şəfaətindən binəsib eləməsin inşallah.